Allah mömin kişi və qadınlara içərisində əbədi qalacaqları cənnət və firavan mənzillər vəd etmişdir. Cənnət və cənnətin içərisində qəsrlər, villalar, torpaq sahələri, xurma bağları və digər bağlar hamısını Allah Azza və Cəlləsinə vəd eləyib. Bu Allah üçün çox asandır. Bəzən insanlara cənnətdən danışdıqda insanlar təəccüblənirlər. Elə bilirlər ki, cənnət yoxdur. Elə bilirlər ki, axirət yoxdur. Amma Allah Quran-ı Kərimdə yüzlərlə ayədə cənnətdən danışır, cənnətin mövcudluğundan danışır, cənnətin içərisində olan nemətlərdən danışır. Allah hər şeyə qadirdir. Hər bir şeyə qadirdir. Ona görə Allahın vədinə möhkəm etibar eləyin. Allahın vədini xəfifləşdirməyin, yüngülləşdirməyin. Bu Allahın sözüdür. Allahın vədidir. Allahın vədi haqdır. Ona görə əziz müsəlmanlar, bacardığınız qədər imanınızı artırın və güclü olun, qüvvətli olun, imanlı olun. Allah Azza və Cəllənin heç bir sözü, vədi boş deyil və bu həqiqətdir. Və bunu hər birimiz görəcəyik və şahid olacaq. Ona görə əziz müsəlmanlar, Allahı təqdir etmək lazımdır. Allahı uca tutmaq lazımdır və onun vədlərinə etibar etmək lazımdır.